Neçə dəfələrlə maşınlar gəlib çırpıbdı. Görmür də qardaş, aradan gəlirsən görünmür. Neçə dənə qəzalar mən görmüşəm, gözümün qabağında olub. Yola baxanlar kimdirsə, onlar gəlib düzəltməlidir, mənə elə gəlir. Qaynar xəttimizə müraciət edən bir qrup sürücülər bildirirlər ki, Nərimanov rayon ərazisində, Müzəffər Nərimanov küçəsindəki yolun üzərində gördüyünüz bu daş səkilər gecə saatlarında görmək olmur. Həmin bu daş səkilərin səbəbindən sürücülər bildirirlər ki, bu ərazidə xeyli sayda qəzalar baş verir. İşıq yox, bir şey yox, zınaq yox. Yəni qaranlıqda onu heç görsəm zədə eləmir. İstərsəməz kimsə ola bilər də görmür, gəlib çıxa bilər üstünə. Yola baxanlar kimdirsə, onlar gəlib düzəltməlidir, mənə elə gəlir. Ora neçə dəfə maşın görmədən gəlir oradan dönürük. O əsasən də yağışlı havalarda vəbşi görmək olmur. Neçə dəfələrlə maşınlar gəlib çırpıbdı. Görmür də qardaş, aradan gəlirsən görünmür. İstərsə nə qədər sürücü özüm məsələsə də görmür. İstəyirsən işıq gözünə, istər istəməz bu məlum məsələdir. Yağışlı havada, belə çənli havada görmək olmur. Maneçə törədir. Ən azından o ulduza gedən yol pis gündədir. Ora maşına maneə törədir, yəni periodok qismi dağılır. Neçə dənə qəzalar mən görmüşəm, gözümün qabağında olub. Yəni gəlib dəyib onlara. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə dəfələrlə gün ərzində zəng etsək də zəngimizə cavab verən olmadı.